Arterial təzyiq nədən aşağı enir? Xüsusən də yeniyetmələrdə. Bunun bir neçə səbəbləri var. Birinci səbəb yuxunun normal olmamağı. Yuxu normal olmadıqda əsəb sinir sistemində gərginlik yaranır, stres yaranır. Bu da damar tonusunun azalmasına və təzyiqin düşməsinə səbəb olur. İkinci yerdə anemiyadır, qan azlığı. Xüsusən də qız uşaqlarında olur və qanın az olmağı təzyiqin də az olmasına səbəb olur. Üçüncü yerdə allergiyadır. Allergiya cəmiyyətdə kifayət qədər geniş yayılıb və allergi mediatorları, damar spazmı götürdüyünə görə, damarı genişləndiyinə görə bu da təzyiqin düşmənə səbəb olur. Dördüncü yerdə düzgün qidalanmama durur. Xüsusən də səhər yeməyinin zəif olması. Adətən yeniyetmələr, tələbələr, şagirdlər səhər yeməyin o qədər də üstünlük vermirlər. Bu da təzyiqin aşağı düşməyinə səbəb olur. Əgər qan azlığı varsa, həkim göstərişə uyğun qan azlığı müalicəsini elətdirmək, allergik xəstəlik varsa, allergi xəstəliyinin müalicəsini götürmək, yuxu rejimimiz normal deyilsə, axşam vaxtında yatmırıqsa, vaxtında yatmaq və səhər düzgün qida qəbul etmək lazımdır.